Asif çox ciddi surətdə Ağdamın Mərdili kəndinə apardı o qıraq maşınları və ciddi surətdə tapşırıq verdi ki, koordinatı elə götürün ki, yəni mülki əhaliyə zərər dəyməsin. Baxın, 92-ci ildən danışırıq biz. Yəni, bugün Dünya Cenevre Konvensiyası, bu dünya düşüb-düşən müharibə eləyirsən, əskərlə elə dinc əhaliyə silah atmaq olmaz falan. Amma bunu bizim komandirimiz, bizim qəhrəmanımız, baxın, 92-ci ildə eləmişdi. Və ciddi tapşırıq vermişdi ki, elə bir koordinat seçin ki, orada günahsız insanlara, yaşayış məskənlərinə düşməsin bu mərmilər. Bir Allah şahiddir ki, mən həmişə yalvarmışam ki, ay Allah da, sən elə mənim gülləm uşağa, xəstəyə, qocuya, qadına dəyməsin. Bir Allah şahid ki, mən toxunmamışam.